Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün, yəni 4-cü sinif şagirdlər üçün monitorinq imtahanlarına dəstək məqsədi ilə növbəti dəstək video izahımızı sizlərə təqdim edirik. Bir neçə sualların izahını verəcəm. Bunlar da monitorinq imtahanlarında istifadə olunan mövzu tiplərinə aid olan suallardır. İlk sualımız belədir ki, azalanı 19 vahid artırıb, çıxılanı 22 vahid azalsaq, fərq necə dəyişər? Deməli, qaydaya uyğun olaraq praktik bir misal üzərində göstərəcəm bunu, sonra qaydanı izah edəcəm. Özümdən bir misal tərtib edirəm. Məsələn, 100 çıxılsın 40 bərabərdir 60. Verilən şərtləri bunun üzərində tətbiq eləsək, azalanı 19 vahid artırsaq olacaq 119. Sonra çıxılanı 22 vahid azaltsaq, 40-dan 22-ni çıxsaq 18 və 119-dan da 18-i çıxsaq 101 qalacaq. Baxaq, indi əvvəl fərqimiz 60 idi. İndi olub 101. 101-dən çıxıram 60-ı, qalır 41. Və necə dəyişib? Deməli, 41 vahid artıb. 41 vahid artacaq. Qaydaya əsasən azalanı azaldıb, çıxılanı da artırsaq, fərqimiz bunların cəmi qədər artmış olacaq. Cavabımız olacaq C variantı. Keçirik növbəti sualımıza. 2 nömrəli sualdır. Verilmiş ədəddə neçə minlik var? Bu tiplərdə onluqların sayını soruşar, yüzlüklərin sayını soruşar. Fərqi yoxdur. Başlayırıq sondan silməyə. Təkliyi silirik, onluğu silirik, yüzlüyü silirik. Hansı mərtəbə deyirsə orada qalırıq. Yəni 6780 minliyimiz var. Cavabımız olacaq C variantı. Əgər 10 minlikləri soruşsa, 10 minliyə qədər bütün mərtəbələri siləcəyik. Keçirik 3 nömrəli suala. Kassadakı pulun əvvəlcə altda 1 hissəsini, sonra isə altda 3 hissəsini xərclədim. Kassada pulun hansı hissəsi qaldı? Ümumi olaraq kassada 6-da 6 qədər pul var. Çünki məxrəcə baxırıq. Əvvəlcə bunun altda 1-in xərcləmişiksə, altda 1-in çıxıram. Qalır nə qədər? Altda 6-dan altda 1 çıxanda altda 5 qalır. Sonra 6-da 5-in deyir ki, altda 3-ünü xərclədik. Altda 5-dən də altda 3 çıxsaq, 5-dən 3 çıxsaq qalacaq 2. Deməli, pulun hansı hissəsi qala bilər? 6-dan 2-si qalacaq. Cavabımız olacaq B variantı. Növbəti sualımız 4 nömrəli sualdır. 3 müxtəlif, 3 rəqəmli cüt ədədin cəmi 588-ə bərabərdir. Bu ədədlərdən ən böyük, ən çox neçə ola bilər? Burada mühakimə məsələsidir. Ədədlərin ən böyüyünü istəyir bizdən. Biz o zaman ən kiçiklərindən başlayacağıq. Ən kiçik ədədimiz 100-dür. 100-dən sonra 102-dir. Sonra isə neçə olacaq? X olacaq. Çünki 3-cü ədədi axtarırıq. Bunların cəmi neçəyə bərabərdir? 588-ə bərabərdir. Bunların ikisini toplasaq 200 2 edər. 588-dən çıxıram 202-ni, qalır 386. Üçüncü ədəd 386 olar. Cavabımız C variantı. Növbəti sualımız bölmə əməlinə aiddir. Deyir, tənliyi həll edin. 11214-ü bölürük x-a bərabər olur 89-a. İlk olaraq 11214-ü biz bölməliyik 89-a ki, x-in qiymətini tapaq. Bu da olacaq 126. Cavabımız A variantı.
Keçək növbəti suala. 6 nömrəli sualdır. Deyir, bölən 20, nataman qismət 15 olarsa, bölünənin ən böyük qiymətini tapın. Bölünən, qismət qalıq. Bölən 20-dir. Biz bilmirik hansı ədəddən söhbət gedir. Onu bölürük 20-yə. Nataman qismətdə 15 qalır. İndi qalığa baxaq. Əgər ədədi 20-yə bölürüksə, ən böyük qalığımız 19 olacaq. 20-ni vuraram 15-ə, 300. Ən böyük qalığımızda üzərinə gələrik 19-un. Bu bizə verəcək 319. Cavabımız C variantı. Əgər ki bizdən bu tipli misallarda ən kiçik ədədi soruşsa, 20-ni vuracaq 15-ə, üzərinə 1 gələcək. Ən kiçik qalığımız 1 olacaq. Növbəti sualımıza baxırıq. 7 nömrəli sualdır. Aşağıdakı ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınır? 9 minlik, 6 yüzlük, 188 təklik. Toplayaq 9000, üzərinə 600, üzərinə 188. Cəm ümumilikdə olacaq nə qədər? Deməli, 9788. Bizə deyir 9788 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdır. 7-dən sonra 8 gəldiyinə görə artım verəcək. 9 qalır yerində. 7 artıb 8 olacaq və digərlərdə 0, 0 olacaq. Doğru cavabımız olacaq 9800. Cavab C variantı. Keçirik 8 nömrəli suala. Deyir ki 34578 böyükdür A-dan. A da böyükdür 34567-dən. Verilən ifadədə A-nın yerinə neçə ədəd uyğun gəlir? Biz 67-dən böyük, 78-dən kiçik ədədləri yaza bilərik. Yazarıq 34568, 34569, 34570, 34571, 34572, 34573, 34574, 34575, 34576 və 34577. Biz bu ədədləri yaza bilərik. 78-i yaza bilmərik, nə də 67-ni yaza bilmirik oradan. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 ədəd yaza bilirik. Cavabımız olur D variantı. Növbəti sualımız 9 nömrəli sualdır. Deyir, Rəsul səhər saat 8:25-də işə başlayır. O, 6 saat 45 dəqiqə işdə olubsa, iş saat neçədə bitər? Deməli, 8:25-in üzərinə 6:45-i gələcək. 5 üstə 5, 0, 1 yadda, 4, 2, 6, o da 1, 7, 8 ilə 6, 14. 14, 70 deyə saatımız yoxdur. Çünki dəqiqəni dəqiqə ilə topladım, saatda saatla. 70 dəqiqəmiz içərisində 1 saatımız var. Verərək bura, onlar 15. Buradan 10 dəqiqə qalıq qalmışdı. 15 onda iş bitəcək. Cavabımız olacaq C variantı. Növbəti 10-cu sual. 5 saata 170 detal hazırlayan usta 9 saata neçə detal hazırlayar? Biz həmişə bu tiplərdə 1 saata görülən işi tapmalıyıq. Yəni 170-i bölməliyik 5-ə. 34 detal.
Bu adam 1 saata 34 detal hazırlaya bilir. Bəs 9 saata neçə detal hazırlayır? 34'ü vuracağım 9'a. Bu da bizə verəcək 306 detal. Cavab olacaq C variantı. Çalışdım ki, monitoring imtahanlarında istifadə olunan sual tiplərindən yararlanasınız. Bu tipli videoların davamlı olmasını istəyirsinizsə kanalımıza abunə olun və video izahları müəllim yoldaşlarınızla, şagird yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.